Bu söz hansı haldadır, dəyərli şagirdlər? Burada da kökdəki sait düşübdür. Amma burada düşməmişdi. Baxın, biz buna yel çal şəkilsi dedik və söz yel çaldadır dedik. Amma burada biz buna in şəkilsinə mənsubə şəkilsi deyəcəyik. Çünki axı cədvəlimizin ikinci hissəsində yalnız mənsubə şəkilsi qoşulduqda düşür yazmışdı. Deməli, buradakı in mənsubiyə şəkilsidir. Söz özü bəs onda hansı haldadır? Hansı haldadır? Adlıq haldadır. Deməli, beyni sözündə kökdəki sait düşəndə söz özü adlıq halda olur. Bu məsələni cədvəlimizin digər sözləri üzərində də düşünün və özünüz özünüzə bu sözlərlə bağlı, yəni bu sözlərə şəkilçilər artırıb tapşırıqlar tərtib edib bir neçə dəqiqə bu məsələnin üzərində düşünsəniz, bu mövzunu tam qavramış olasınız, dəyərli şagirdlər, dəyərli 6-cı sinif şagirdləri, yəni bu video izahın əsas izləyiciləri onlardır. Mürəkkəb sözlərdə